Tabii ki ağsaqqal idi, rəhbərlik edirdi. Kiminsə problemi olanda İrlandlar, İspanlar, o birisi, bu birisi sataşanda gəlib buna deyirlər ki, Don, Aydın gəlib xahişə. Deyir, o deyibmi Don Corleone mənim dostumdur. Heç nə istəmirdi dostluğu üçün. Bizə kəlmə desin, o Don Corleone mənim dostumdur. Azərbaycanın bayaq sadaladı, az bir vaxtda işləyib, Şəmkirdə də, Tovuzda da, Şəkidə də, Bakıda da, Lənkəranda da Tofiq Hüseynov mənim dostumdur deyən en qədər adam var. Amma Tofiq bəyin üstünlüyü nə idi? O özü hamıya dostluq üçün açır idi. Adam var, vəzifə olar, qapılar bağlanar, qardaşlar da yaxındır. Amma adam var, sən rəhmətli İlyas müəllim kimi. Mən Tofiq müəllimlə tartışdığım olmayıb, yaşım imkan verməyib, bir təşkilatda olmamışam. Jurnalist kimi təhlil, təftiş eləməmişəm, çünki adam başı qaldı olub az bir vaxtda. Mən onu İlyas Abbasoviçin yanında görmüşəm və o cürdə ürəyimə qalıb. Çünki İlyas Abbasoviçin yanında qanuna sədaqətli, dövlətçiliyə sadiq, xalqa sadiq adamlar oldu. Bunun ətrafında ola bilmədi bir dövlətə yad, bu xalqa yad adam olsun. 11 ay Şəmkirdə işləyib, 2-3 ayla nazir olub. Yəni, bu bəhs eləyirdi ki, adam bu bayrağı altında uyusun. Çünki bu bayraq üçün vuruşmuşdu. Nə qədər bacarmışdı, o qədər idi. Yenə İlyas Abbasoviçin söyləyib, bir hər bir şəxsin cəmiyyətdə dəyəri, onun verdiyi ictimai fayda qədərdir. Adam 11 ay icra başçısı, 2 ay nazir oldu. Tutaq ki, o qədər imkan oldu, o qədər fayda verdi və elə İlyas müəllim kimi vəzifədən gedəndən sonra ta ölənə qədər nüfuzu öz yerində qaldı. İndi belə də vəzifədən çıxdı, deputatlıqdan getdi, hörmət da getdi. Hamısı o zəngər. Amma mən belə deyim də, bir köynək uzaq, amma ruhən 2 köynək yaxın olaraq deyim. Müəllim Tofiq bəy 93-də getdi də vəzifədə. İndi 2026-cı ildir. 33 il adam, dövlət adamı nüfuzunu saxladı. Və sizin bəlkə də nəzərə tutmadığınız başqa bir gözəlliyi var. Tovuzdan nazirlər də olub, baş prokuror da olub, icra başçısı da olub. Hamısı bu xalqın, belə deyək, aşırı sevgisi olmasa en azından normal adamlar kimi qəbul edir. Bir də icra başçısı çıxandan sonra tutaq ki, o Sovet dövrünün baş katibləri kimi söyməyiblər də, normal olur. Tofiq Hüseynov da həmin plankanı, mən məsələn, İlyas müəllimin yanında Gülağa müəllim şahid. Qazaxda icra başçısı olmuş, Firdi müəllimi də görmüşəm, başqalarını da sinif yollar. Yəni, Tofiq müəllim həmin imici qoruyub, aşağı salmayıb. Və üstəlik də işdə olmayanda 33 il heç arada işləməyəndə o nazir rangında, nazir rütbəsində, şəxsiyyətində qalıb. O sözü ona görədir. Adam var, adama bir tərs baxışı 10 il türmədən artıq olur. Və mən bugün bura niyə gəldim? Yenə deyirəm, mən quruq adamı olmamışam, İlyas Abbasoviçin hesabına tanımışam, o xətir hörməti saxlamışam. Bir sözü bir kişinin deməyi haqq etməsi üçün bəzən lazım olur ki 10 il həbs yatsın. 10 il yatır, türmədən çıxır, sonra o sözü deyə bilir. Elə söz gəldi deməklə deyir ki, Tofiq bəy yaxşı kişi. Tofiq bəy bütün ömrü yaşadı, biz bir gün deyə bilir. Söz də var, onu demək üçün gərək 1000 kilometr yol gedəsən. Söz də var onu demək üçün, gərək o prosesin içində olasan. Tofiq müəllimin, Tofiq bəyin Azərbaycan xalqının azadlığı, yeni bir dövlət quruculuğuna nail olması üçün, mübarizə aparması üçün şahidlər var, onlar dedilər. Vəzifədə olanlar görür. Mən bura gəlməkdə bir məqsədim var. Mən hamıya, jurnalist olaraq mənim borcum o idi ki, sübut edim ki, insan öz nazirini, öz icra başçısını haqq etdiyi ləyaqətlə yola salmalıdır. Tofiq müəllim ən yüksək səviyyədə bu dünyadan yola salınmağa haqq edir və mən bir Lənkəranlı olaraq jurnalistlikdən çox gəldim ki, sizin ona sevginizi bütün Azərbaycana çatdırın. Vəzifə, nazirlik, sərvət hamısı gəldi gedərdi. Bu torpağın
üstündə gəzməyi və altında düz uzanmağı haqq etmək lazımdır. Əgər Allah qərar versəydi ki, kim həyatda necə yaşayıb, əylə, qaş göz ata, o cür qəbrə qoyulsun. Yenə də yeganə qəbrə düz uzadılan, şax uzadılan insanlardan biri və birincisi olacaq. Çünki bu həyatı şax yaşadı, əyilmədi. Allah yerini cənnət eləsin. Bu dəqiqə İlyas Abbasov üçün Məhəmməd İsmailin ruhu başımızın üstədir. Haydi. Allah rahmet eylesin. Bu kadar güzel detallardan Tevfik Bey'in şəxsiyyətinin mahiyyətini o qədər gözəl açdı. Teşekkür ederim. Borcumuzdur. Borcumuz. Böyük sevgiyle ben bizim her aksakalımız Milyaqut Bey'e Çox sağ olun, var olun. Hörmətli mərasim iştirakçıları, əzizlərim, qardaşlarım. Bugün biz doğrudan da gözəl bir insanı öz aramızdan itiririk. O dünya göndəririk, ahirətə göndəririk. Hansı ki, o yaşadığı devirdə o ahirəti yüksək səviyyədə qazanmış bir şəxsdir. Onun həyatında əqidədaş olmuşuq. Çox yaxın olmuşuq, çox həddindən artıq yaxın olmuşuq. Və ən istədiyim mərd oğlanlardan demək olar ki, Azərbaycanın, tək Azərbaycan, tək Tovuzun yox, Tovuzun mərdlərindən birincisindən biridir. Çünki o, həmən o müharibə gedən devri öz hərəkətinlə, öz işinlə, öz gücünlə işləri elə apardı ki, yoxsa and olsun Rəbbi qıblə, ay mənim gözəl xalqım, bəlkə də siz qoyularda yaşamırdınız, bəlkə də o tərəflərdə, o Kürdəmir zonalarında mənim gözümlə gördüyümü deyim sizə. Bir günləri mən Qaz Tikinti İdarəsinin müdürü işləyirdim. Məlumat gəldi ki, Həsənli kəndi var bir də, çoxlarınız tanıyır. Ermənilərlə həmsərhəd kənddir. Onun döşündə bir ferma zadı var idi, oranı kazarm eləmişdilər. Əskərlər dururdu, postlarda dururdu, gecələr ıslanırdı, gəlirdi, orada yatırdı. Dedilər, cəmaat orada əlini qurudanmır, tez təcili mal, material apardım, tez qat çəkdim, qızdırıcıyı yandırdım. Mən maşınla çıxa-çıxda köpək onun ermənisi başladı qürp atmağa. Bütün Həsənli kəndi cəmaatı çıxdı, mənlə baravar gəlməyə başladı. Həsənlidə Məşəvəllər kəndidir, sonra Çeşməlidən bəri sonra böyük qışdaqdı falan, Vezməkən. Dedim, bu gedişlə biz getdik, Allah öyümüzü yıxdı bizim. Onda da bizim qardaşımız onda rayonda müdafiə işləri üzrə mavil işləyirdi. Məşəvəllər kəndinin başına çatanda gördüm, bir Niva gəlir qabaqdan bəri bizə tərəf. Dedim, ay Allah, sən sağla, ay Allah, bizə bir işıq üzü göstər, ay Allah, bizə bir gün sal. Bizim bu vəziyyətdən, bu xalqımızın vəziyyətdən çıxmağa, bu cəmaat Gəncənəğini keçəcək bu gedişdən. Bir də gördüm, Tofiqimiz, qara Tofiqimiz, Allah sana rəhmət eləsin, ay qardaşım. Gəldi, heç mənim də gözü sağladı, ay cəmaat, ay getmin, ay kişində bizimkilər də atan susturublar, falan eləyiblər. Bir nəfərdə görün anası yorğan döşək xəstəsi idi, maşın da yoxdur, bədbaxın, qucağında alıb gedir cəmaatın içində, bax belə qucağı. Bir də şanı qoyub qaçmışdı. Gördü, bundan aldı. Şu kadını gözümün qabağında Niva qoydu da başladı Həsənliyə tərəf sürməyə maşını. Cəmaat belə qaldı, mat qaldı, dedi, bu neydi? Cəmaat da təzdən onun dalına hərəkət. Ondan sonra o qopmuyla bəlkə də biz indi heç asımız öz evimizdə yaşamırdıq. Biz hər birimiz Azəri Türkləri dediyimiz şəxslərin hamısı, bizim millətimiz o kişiyə boşdur. Ona Allah qəni rəhmət etsin. Uğurun şad olsun qardaşım. Sən bizdən getdin. Şəxsən məndən getdin. And olsun Rəbbi qıblıya. Axır ömrümü sənəsinsən. Mən sənə qismət eləməyə hazır idim. Sənə verməyə hazır idim. Nə ayrı bir şey. Toyu, gözəl balamın toyunda dəvətnamə gəldi, zəng elədim, danışdı. Ay qardaşım, bu araya falan, bəs sən özün falan. Qəti ağa dedi, narahat olma, cəmaat sevdiyimə görə ağa deyir mənə. Ağa, narahat olma, gələcəm, oturub bir yaxşı sənlə söhbət eləyir. Ürəyim dilə istəyirdim. Toy gəlib çıxamadı. Doktor icazə vermədi gəlməyə. İndi ay oğlum, ay Türkiye, sənin qadan alaram. Sən elə bir kişinin evladısan və ona layiq olacaqsan Allahın köməklə, layiq ol. Biz özümüz hamımız çalışıb ona layiq olacaq, ömrümüzün axırına can.
Allah sizi var eləsin. Allah bu qəni rəhmət eləsin mənim bu qardaşıma. Amin. Doğru nurla da olsun. Onsuz da cənnət məkandır. Onsuz da cənnət məkandır. Cənnətlikdədir. Qoy qardaşınla görüşsün. Zahid qardaş mənim qardaşımla. Zahidlə görüşsün, qoy atasıyla görüşsün, anasıyla görüşsün. Bir gün ben de geleceğim kardeşim tezliğiyle Allah'ın köməklə orada görüşürüm senden. Allah qəngəri sağ olun, var olun kardeşlerim. Sağ olasın. Sağ olun. Çok sıralarım. Bir daha hamınız var olun. Tevfik Bey sevenlerin sayı tabii ki çok. Gördüren gece bilindi. Onun göre xeyli adamlar gelebilmedi. Tabii ki 3 yetki bütün merasimlere gelecekler. Azerbaycan'ın böyük şairi Səməd Azerbaycan'ın dahi bəstəkar Üzeyir Bey olanda bir ölməz şeir yazır. Bu şeir belə qutarır. Ölüm sevinməsin qoy, ömrünü vermir bada. El qədrini canından daha əziz bilənlər, şirin bir xatirə tək qalacaqdır dünyada. Severək yaşayanlar, sevilərək ölənlər. Ruhu şad olsun Tevfik Bey. Mən ailəsi Allah şad adından olsun, Allah rəhmət ya eləsin. Talib müəllim, ya Vahid qardaş olsun. Ailəsi adından gəlin də bəri. Biz Vahid çağır, da Vahid alır. Yaxşı. Allah sizi var eləsin. Hər birinizə təşəkkür edirik. Gəldiyinizə görə, sizin ədalətinizə görə, danışdıqlarınıza görə çox mənalı söhbətlər elədiniz. Var olasınız. Var olasınız. Ay Türkiye bir kəlmə sən də. Atam həqiqətən də Azərbaycan tarixi uğrunda, Azərbaycan dövlətçiliyi uğrunda. Yəni mən qısaca belə deyim, hər uşaq uşaqlığında atasını xatırlayacaq bir anlar yaşadır. Mən uşaqlığımda atamı sadəcə yəni ağlımda qalan qaça-qaç, silah evdə olsun, silah verilsin, bu şeylərlə görmüşəm. Yəni ilk başlarda anlamırdım. Amma zaman keçdikcə özündən sonraki nəslə öz ölkəsində, öz torpağında, öz yurdunda firavan və azad yaşamaq üçün apardığı mücadiləni gec də olsa sonradan başa düşdüm. Yaşadığımız dövrdə ləyaqətlə, şərəflə, namusla, qeyrətlə yaşamaq təəssüf ki, hər kəsin qismət olmur. Amma mən atam ömrünün son anına qədər, son nəfəsinə qədər vuruşduğu vətən üçün, yaşadığı Allah üçün yaşadı. Gəldiyiniz üçün hər biriniz Allah var eləsin. Allah onun kimi ləyaqətli ömrü yaşamağı bizlərə nəsib eləsin inşallah. Var olun, canınız sağ olsun. Allah rəhmət çəktiniz. Son vida borcumuzdur, hər kəsin borcudur. Ən azından son məzmununda yola salmaq üçün Biz bilməliyik ki, Tovuzumuz üçün buradayıq. Qara Tovuk suyunun, Qara Tovuk. Bizim hər bir sərhədin, hər bir qarşında əziyyət, zəhmət olan insan olur. Bizim müstəqilliyimizi xımını tökən insanlardan olur. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ olun. Amin ya Rabbil alemin. Allahümme ekşeril mu'minine vel mu'minat ve muslimat ala ihyamin ve lal vahid وبحق آيات القرآن وبحق الفاتحة اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين صراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم الله الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد Allah rəhmət eləsin, Allah şad olsun. Allah dolmalarına səbir versin. Allah Amin inşallah.